Konstitusiya və suverenlik ili çərçivəsində 25 oktyabr Qubadlı şəhəri günü ilə əlaqədar stansiya Sumqayıt ərazisində salınmış istirahət parkında və həmin ərazidə fəaliyyət göstərən Qubadlı rayonunun idarə və müəssisələrinin həyətyanı sahələrində ağac əkmə aksiyası və iməcili təşkil olunub. Tədbirdə Qubadlı rayon icra hakimiyyətinin başçısı Malik İsaqov, hüquq mühafizə orqanları, Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının rəhbərliyi, rayon icra hakimiyyətinin məsul işçiləri və ictimaiyyət nümayəndələri iştirak edib. Zəngin tarixə malik olan Qubadlı rayonu 31 avqust 1993-cü il tarixdə erməni təcavüzkarları tərəfindən işğal olunub. Hal-hazırda 40.193 nəfərdən artıq Qubadlı sakini Respublikamızın 42 rayon və şəhərində yaşayır. 27 sentyabr 2020-ci il tarixdən başlayan əks-hücum əməliyyatı zamanı Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun igidliyi, qəhrəmanlığı sayəsində torpaqlarımız, həmçinin 30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə işğaldan azad olunub. Hal-hazırda ölkə başçısının göstərişi əsasında hazırlanmış və təsdiq etdiyi Böyük Qayıdış proqramının icrası olaraq digər işğaldan azad olmuş rayonlarımızda olduğu kimi Qubadlı rayonunda da tikinti, yenidən qurma və quruculuq işləri sürətlə davam etdirilir. Bütün Qubadlılar böyük sevinç və qürur hissi ilə Böyük Qayıdışı gözləyir. Qubadlı şəhəri günü ilə əlaqədar ağac əkmə aksiyasında ümumilikdə 300 ədəd sərv ağacı və 1500 ədəd qızılgül kolu əkilib. Ağaclar və gül kolları əkilən idarə müəssisələrinin həyətyanı sahələrində və istirahət parkında təmizlik işləri aparılıb.